Allah'ın salamı, rəhmət və bərəkəti olsun Əhl-i Beyt aşiqlərinə, Zəhra sevər xanımlarımıza. Bu günlərim xanım Zəhrə Salamullahın mövlud günüdür. Onun ad günü münasibəti ilə, mövlud günü münasibəti ilə bütün xanımlarımızı ürəkdən təbrik eləyirəm. Onlara xanım Zəhra iffətindən, nurundan arzu edirəm. Xanım Zəhra davamçısı olaq inşallah. Xanım Zəhranın mövlud demək nə deməkdir? Allah Taala bizim günahlarımızı ona xatir bağışlasın. Xanım Zəhranın həyasından, nurundan bizim xanımlarımıza, qızlarımıza, gəlinlərimizə versin. Allah nəzərin üstümüzdən əskik eləməsin. Bir an bizi öz başına bıraxsaq, qurban olduğum, biz çox şeyləri eləyərik. Allah bizi bir an öz başına bıraxmasın. Xudavənd aləmdən istəmişəm. İsmətli bütün Seyidi xanımları bu günlərin bayramıdır. Bütün qadınların bayramıdır. O deyir ki 8 Mart qadınlar bayramı. 8 Mart nə deməkdir? Nə hansı fabrik zavodda yanıb qadınlar orada nə üsyan eləyiblər, o ilə qadınlar bayramı olub. Ona Valentin günü sevgililər günüdür. O bizim aidiyyəti yoxdur bizə onun. Bizim sevgililər günümüz Həzrət Əli əleyhissalamla xanım Zəhranın izdivacı günüdür. Bizim qadınlar bayramımız, analar bayramımız xanım Zəhranın mövludu günüdür. Biz öz dinimizi, imanımızı, nətər deyirlər, adət ənənəmizi qoyub biz niyə gedib xristiyanların adət ənənəsi ilə biz necə deyim, bəhs eləyirik, onların bayramlarını qeyd eləyirik. Onların da öz bayramları var, ondan sonra milad bayramları var. Heç o milad bayramlarını onlardan çox bizlər keçirdir. Bizim də Novruz bayramımız var, bizim də necə deyim sizə, Ramazan bayramımız var. Ondan sonrasına Qurban bayramımız var, ən gözəl bayramlardan. Ondan sonra xanım Zəhranın mövludu var. Məsələn, oğlanlara ki, deyirlər, nə bilim, atalar bayramına, Həzrət Əlinin mövludu günüdür o. Xanım Zəhrə ilə Həzrət Əlinin izdivacı günü, sevgililər günüdür bizdə. Xudavənd aləm bizim də insan səhvsiz olmaz, günahsız olmaz, səhvsiz, günahsız bir məsum, 14 məsumdur. Allah Taala bizim də bu xanım Zəhraya xatir günahlarımızı bağışlasın. Ona xatir bizi axirətdə nətər xanım Zəhranın şəfaətini bizdən əsirgəməsin. Bütün xanımları təbrik eləyirəm. Öz adımdan, bütün Seyidə xanımlar adından təbrik eləyirəm. Bu günlərim ən əsasən mənə də ən çox pay mənə düşür. Mənim bayramımdır. Mən xanım Zəhra evladıyam, nəvəsiyam, balasıyam. Bayramımızdır. Allah bayramımızı həmişə xoş keçirsin. Xudavənd aləm bu dava-şavanı Azərbaycan müsəlman xalqlarının arasından götürsün. Bu kimi belə ki, müsəlmanların bir-birinə qırdırırlar. Allah Taala özü ayırd eləsin. İmam Zaman ağanın zöhrün təcil eləsin. Ya Allah, əlimiz göydədir. Dualarımız qəbul olmaq üçün İmam Zaman ağaya bir ucalı gözəl salavat göndərək. Allahümmə səlli əla Muhammed və ali Muhammed. Sağ olun, salamat qalın. Bir daha sizi təbrik eləyirəm.